Hə, cırtdan. Nənə bugün də sənə gözəl bir nağıl danışmaq istəyir. İstəyirsən? Canım nənəm. Əlbəttə ki, danış nənəm. Danış. Biri var idi, biri yox idi. Gözəl bir nar bağı var idi. Bu bağda müxtəlif narlar var idi. Qırmızı nar, ağ nar. Aha, nənə harda? Ağacda elə nar olar. Bəli, ay bala, niyə olmur ki? Qırmızı nar da var, ağ nar da var. Nə isə ay bala, müxtəlif narlar var idi. Dadlı, gözəl bir bağ idi. Adam baxanda gözü sevinirdi. Hə, sənə kimdən danışım, kimdən danışmayım? Bu bağda olan bir nardan. Əslində bir nar yox, 2 nar idi. Deməli, bu nar ağaclarının içərisində 2 dənə nar ağacı var idi. Onlar yanaşı idilər, bir yerdə idilər. Demək olar ki, qonşu idilər. Amma biri şirin nar idi, biri turş nar idi. Bilirsən də, turş nar da var. Nənə, indi nə oldu bunların axırı nə oldu? Hə, dayan sənə danışım, gör axırı nə oldu. Bu şirin nar heç kəslə deyinməzdi. Heç kəslə işi yox idi. Elə ətrafda olan hər kəslə gözəl danışardı. Bunların üzərinə serçələr qonardı. O, serçələrlə çox yaxşı rəftar eləyərdi. Onlar bunların üzərinə qonanda cikkilləşərdilər. Bunlara çox xoş gələrdi. O, bu quşları özünə qonaq hiss eləyərdi. Amma bunun yanında olan, qonşusu olan o turşnar, o isə belə deyildi. Onun xasiyyəti acı idi, ay cırtdan, acı idi. Nənə, yəni neydi ki, qışqırırdı üstlərinə? Hə, bax bu quşlar, bu şirin nardan gedib o turşnara qonanda, turşnar qışqırırdı. Gedin də. Zəhləmələ paparmısınız? Nə başımın üstə cik qoymursunuz, mən yatam. Quşları qovurdu. Şirinlər ona deyirdi: "Niyə belə eləyirsən? Gör nə qəşəngdir. Gəlirlər qonlar bizim budaqlarımıza, cikkilləşirlər. Əgər bunlar olmasa biz tək qalarıq bu bağda." Amma turşnar isə deyirdi: "Nəyimə lazımdır ki? Qonur üzərimə, dimdikləyir məni. Üzümə ləkə düşür, lazım deyil, budaqlarım əzilir, yarpaqlarım sınır." Elə deyinirdi. Şirinlar isə ona əhəmiyyət vermirdi. Deyirdi: "Ay səni, təklik nəyə lazımdır ki? Adamın gərək xasiyyəti yaxşı ola, adam gərək quşlarla xoş rəftar edə." Nəysə, belə ay cırtdan günlər keçdi, bu narların yetişən vaxtı gəlib çatdı. Bu şirin nar yetişdi, qəşəng, gözəl, amma o turş nar əlbəttə o da yetişdi. Və elə bilirdi ki, şirin nardan daha dadlıdır. Axı özünü çox sevir ona görə. Nəysə, bu 2 qonşu nar elə belə günlərini keçirdilər. Elə ki, narların dərmək vaxtı gəlib çatdı, bağın sahibi gəldi, başladı narları yığmağa. Narı yığanda şirin narın bütün meyvələrini yığdı. Amma turş nara isə heç baxmadı belə. Bunu görən turşnar çox qəzəbləndi. O qədər qəzəbləndi ki, bilirsən nə oldu? Narları partladı və içində olan bütün gilə meyvələri ətrafa səpələndi. Bunu görən sərçələr bilirsən nə etdilər? Neynədilər aynə? Neynədilər? Hə, gör nə etdilər. Bütün sərçələr bir yerə toplaşıb bu narın cilələrinin üstünə qondular və başladılar bunların cilələrini yeməyə. Yəni, xasiyyətinə görə öz üzərinə qonmağa icazə verməyən narın cilələri rahatlıqla sərçələrə qismət oldu. Və o yerdə səpələnmiş halda qaldı. Amma şirin narı isə dərib evlərinə apardılar. Ay cırtdan, biz burada nə başa düşürük? Nə başa düşürük ay nənə? Biz buradan onu başa düşürük ki, yaxşı əxlaq, yaxşı xasiyyət insanın böyüməsinə kömək olur.
insanın fəzilətli olmasına kömək olur. Odur ki, həmişə əxlaqını gözəl eləyəsən ha bala. Nağılım da bu. Çox sağ ol nənə, çox sağ ol.